20. Verib ki x kvadratı plus 6 2 minus x x plus 6 böyükdür nədən? Sıfırdan. Uşaqlar, ayrı-ayrılıqda sıfıra bərabər eləyirik. Ayrı-ayrılıqda sıfıra bərabər eləyirik. Ayrı-ayrılıqda sıfıra bərabər elədim. X kvadratı mənfi ola bilərmi? Ola bilməz. Kvadrat mənfi ola bilməz. Ona görə bunu götürmürük. Mənfi x 2 bərabərliyin bu üzünə keçir. Müsbətsə nə olur? Mənfi 2 olurmu? Uşaqlar, hər tərəfdə mənfidirsə atın, x bərabərdir. Neçə olur? 2 olur. X bərabərdir. 6 bərabərliyin bu üzünə keçir. Nə olur uşaqlar? Mənfi 6 olurmu? Uşaqlar, indi ədəd oxumu çəkirəm. Nə olur? Bura nədir? Mənfi 6-dır. Bura nədir uşaqlar? 2-dir. İndi belə bir intervallara ayırıram. Və uşaqlar deyir ki, bərabərsizliyi həll edin. İşarələr necə olur? İşarələr necə olur? Gəlin qoyağım. Burada nə almışam x-a? 2. 2-dən 2 çıx. Nə eləyir? 0. 2-nin üstünə 6 gəl. Nə olur? Müsbət olurmu? Hə? Müsbət olur da. 0 da müsbətdir də. Müsbəti vuranda müsbətə nə olur? Müsbət olur elə. Sağ tərəfdən yazırıq. Sağ əlimiz hansı tərəfdədirsə, o tərəfdən işarəni yazırıq. Və müsbətsə bir dəfə müsbət, bir dəfə mənfi, bir dəfə müsbət olur. Belə gedir ardıcıllıq. İndi uşaqlar, bizdən böyükdür sıfırız görüşür. Böyükdür sıfır nədir? Müsbətlərdir. Mənfi sonsuzluq. Nə olacaq uşaqlar? Mənfi 6 olacaqmı? Birləşir. 2-dən hara? 2-dən hara? Müsbət sonsuzluğa doğru olacaq. Uşaqlar, çətin idimi bunu həll eləmək? İndi keçəyin ikinciyə. X kvadratı plus 8 x minus 7 8 minus x böyükdür nədən? Sıfırdan. Məhəmməd qoşulubmu? Uşaqlar. Bəli, mən qoşmuşam. Aha. İndi x kvadratı plus 8-i nə edəcəm? Sıfıra bərabər eləyəcəm. Mötərizələrin içini nəyə bərabər eləyəcəm? Sıfıra bərabər eləyəcəm. Bərabərdir. Neçəyə? Sıfıra. Uşaqlar, 8 bərabərliyin bu üzünə keçəndə nə olur? Mənfi 8 olurmu? X kvadratı mənfi ola bilməz. Götürmürəm. X bərabərdir. Mənfi 7 bərabərliyin bu üzünə keçəndə nə olur? Müsbət 7. Mənfi x yerində qalır. 8 bərabərliyin bu üzünə keçir. Nə olur? Mənfi 8. Mənfilər də hər iki tərəfdən atılır. Nə olur? Hər iki tərəfdə mənfi varsa atılır. İndi ədəd oxunda qeyd edək. Bu neçədir? 7-dir. Bu neçədir? 8-dir. Gəlin indi intervallara böləyin. Uşaqlar, indi 7-ni gətirək burada qoyaq. 7-dən x-in yerinə 7 qoyaq. 7-dən 7 çıxanda nə olur? 7-dən 7 çıxanda elə 0 olur da müəllim. 0 olur. Burada da nə olur? Müsbət olur. Deməli, burada nə olacaq? Sağ tərəfdən yazırıq, qeyd eləyirik. Eləmi olur uşaqlar? Bəli. Müəllim, eləncə olur elə. Aha. İndi nə oldu uşaqlar? Nə oldu? Müsbət, mənfi, müsbət. Bizə də böyük sıfırları göstər. Böyük sıfırdan. Yəni müsbətləri götür deyir. Mənfi sonsuzluq deyilmi bu üz? Bu üzdə nədir? Bəli. Müsbət sonsuzluqdur.
7 birləşir 8 müsbət sonsuzluq. İndi C variantını, üçüncünü özünüz yazın. Müəllim, Aha. Yaxşı müəllim. Mən bir söz deyim, amma əsəbləşməyin də. Hı. Mən dərs anlamadım. Alamadın, yaxşı. Üçüncünü qoy uşaqlar yazsınlar, indi başa salacağım. Sən Niyə qoşulmamışdın ona əsəbləşirəm görə. uşaqlar? Harda başa düşmürsünüz, deyin. O nə sözdür? Sən qoşulmamışdın ona görə anlayamadım. Üzr sayın. Hə, heç olmaz, başa salaram. Mənim üçüncünü başlayır yazmağa. Aha, üçüncünü yazın görək. El mətnindən də müəllim bu testlər. Aha, bəli. Səhifə etsən deyərsiniz Əhməd. Səhifə 262. 162 sağ ol. 262 səhifə bəli. Üçüncünü 360 hamı yazsın. İzah eləyəcəm mən bunu. Narahat olma. 360. Aha. Müəllim, mən yazdım, qurtardım. Aha, qoy o birisilər də yazsın uşaqlar. Müəllimə mən də yazdım. Yaxşı. Qoy o birisilər də yazsınlar. Qoy hamı yazsın, biraz vaxt geçsin. Aha. Onda 5 müsbət olmadı. Всё. Yazdınız mı uşaqlar? İndi yoxlayın yazdığınızı. Deməli, x kvadratı plus 3 veribdir. X plus 5 veribdir. Bir də 3 minus x veribdir. Kiçikdir. Nə verib? 0 verib. Uşaqlar, diqqətlə qulaq asın. Bunu ayrı-ayrılıqda hamısını nəyə bərabər eləyirəm? Ayrı-ayrılıqda 0-a bərabər eləyirəm. İndi 0-a bərabər eləsəm, 3 nədir? 3 necədir? Müsbətdir. Müsbət. Kim idi başa düşməyən? Adını desin, 2 nəfər idi. Mahir. İslam. Hə, İslam. Mahir. Mahirlə İslam. Diqqətlə qulaq asın mən bax. İndi x kvadratı bərabərdir. 3 bərabərliyin bu üzünə keçəndə mənfi 3 olurmu? Bəli. X kvadratı mənfi ola bilərmi? Xeyr. Xeyr, ola bilməz. Ona görə Hətta bunun bunu həlli götürmək yoxdur. olmaz. X plus 5-i nəyə bərabər eləyirəm? X də bərabər olur. Mənfi X də 5. O da olur mənim. 3 minus x-i nəyə bərabər eləyirəm? Sıfıra. X də bərabər olur 3-ə. Ay sağ ol. Mənfi X də üç, bərabər x də- olur 3-ə. Müəllim 3 olur mənə. Aha. İndi burada nə yerləşir ortada? İslam, Mahir, ortada nə yerləşir? 0. 0. 0-dan bu üzdə mənfi ədədlər, sağ tərəfində də müsbət ədədlər. 0-ı da 10 sildim. biləm. Aha. İndi İslamla Mahir. Gəlin bunu intervallara böləyin. Böldük mü intervallara? Bəli. Böldük.
Bəli, müəllim. İndi x -5 bir de 3. Ortada da ne yazdıram? -5 ile 3'ü yazdım mı? Ortada da ne olur? X olur da. X. 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 X -5'ten ne olmalıdır? Büyük. 3'ten de Böyük. ne olmalıdır? Kiçik. Deyim müəllim. İndi gəlin bunu anlaşdıq. -5 ilə 3'ün arasında bir dənə ədəd götürün. Neçə götürək? Mənfi yoxdur. Mənfi 3. -3. -3'ün üzərinə gətirin burada yerinə qoyun. 5 3 çıx -3. Ne eləyir? İşarəni müəyyənləşdirmək. 2 Müsbət burada altı elədi. 6 da burada Ortada elədi. Müsbət oldu mu? Müsbət. Müsbət oldu Bəli. mu? Müsbət oldu. Müsbətlə Bəli, müsbətə bəli. vuranda müsbət olur mu? Çıxanda toplayırıq müəllim. Aha. Uşaqlar, müsbətsə sağ əlim hansı tərəfdədir? Sağ əlim hansı tərəfdədirsə, Müsbət tərəfdə müəllim. o Üç tərəfdən tərəfdə. işarə yazıram, müsbət. Müsbətdən sonra yazıram mənfi, sonra yazıram müsbət. Müsbət, Tamam. mənfi, müsbət gedir. Bizə də nə verib? İşarə nə verib? Kiçikdir 0 verməyibmi? Bəli. Bəli. Onda nə olacaq uşaqlar? Kiçikdir 0 hardan hara sıfır. kimidir? -5 ilə 3 aralığıdır da. Müəllim. Kiçikdir 0 mənfi deməkdir də. Böyükdür 0 müsbət deməkdir. Kiçikdir 0 Ora mənfi mənfiləri. 5'den 3 yazdınız ki. Bax. Köküm hansı oldu? Mahir İslam. Köküm Mənfi hansı oldu? Mənfi 5. Mənfi 5-dən 3. -5 ilə onlar. 3'ü yazdım. Düz deyilmi? Bəli. İndi x işarəni müəyyənləşdirdim. İşarəm necədir? Müsbət. Müsbətdir. Bəli. İşarəm müsbətsə, sağ əlim hansı tərəfdəsə, oradan yazıram müsbət. Müsbətdən sonra Bəli. mənfi Sağ tərəf. gəlir. Mənfidən sonra yenə müsbət, mənfi, Müsbət. müsbət, mənfi, müsbət, mənfi, müsbət belə gedir. Hə, Başa anladım. düşdünmü? Bura anladım. Birinci işarəni Bəli. elə müəyyənləşdiririk. Sonradan işarəyə baxıram. Nə verib? Kiçikdir 0 verməyibmi? Bəli. Sıfırdan Bəli. kiçiklər mənfi ədədlərdir də. Deməli mənfiyə baxacağam da. Bəli. Mənfi aralığı hansıdır? Mənfi 1, -5 -2, ilə -3, -4, -5. -5, -3 aralığı. 3 aralığıdır. Vəsiyo. Vəssalam. Cavabım da nə olacaq? Bu olacaq. -5 və 3. Aha. İndi məsələn birinciyə baxaq. Birincini təkrar eləyim bir də. X kvadratı plus nə verib? 6. 2i minus nə verib? X. X plus nə verib? 6. Böyükdür nə verir? 0. Uşaqlar. İndi nə edəcəm? Bunu ayrı-ayrıqda nəyə bərabər eləyirəm? 0-a. X nəyə bərabər olur? Mənfi Mənfi. altıya. X kvadratı mənfi ola bilərmi? Xeyr. Ola bilməz. Götürməyəcək. Götürməyəcəyik. 2 minus x-i nəyə bərabər eləyirəm? 0-a. Mənim. Mənfi x nəyə bərabərdir? 2-yə. Mənfi 2'ye. Mənfi 2-yə. O da götürməyəcək. X də nəyə bərabərdir? Ola bilməz. 2-yə müəllim 2-yə. 2'ye. X plus 6 nəyə bərabərdir? 0-a. 0'a. X nəyə bərabərdir? Mənfi 6-ya. Mənfi 6'ya. Mənfi 6-ya. Uşaqlar, indi yazıram. Burada nə yazıram? dokuz. Mənfi 6. Burada nə yazıram uşaqlar? Mənfi sağ müsbət. 2. 2 yazıram. İndi gəlin. Mən din lövhəyə toxunmasınlar da. Uşaqlar, Düz toxunmayın. etdiyin lövhə toxunmasınlar. İndi yazdın mı? İndi işarəni müəyyənləşdirirəm. Müəllim, mən işarəni bilmirəm. Uşaqlar, birinci burada nə gəlir? 2 gəlmirmi? Burada nə gəlir? Bəli. Əmsallara Bəli. baxın. Burada nə gəlir? X gəlir. 1 gəlir. 1 gəlir. Birinci gələni birinciyə vurun. Nə oldu? Müsbət. 3 oldu elə.
Müəllim. Müsbət Müsbət, mənfi, müsbət olacaq. müsbət. İndi uşaqlar, diqqətlə qulaq asın. Böyükdür 0 verib. Böyükdülər hardadır? Müsbət sonsuzluqdan hara gəlir? Bəli. 6-ya. Birləşir hara? 2-dən hara? Müsbətlər haradır? 2-dən müsbət sonsuzluğa, 2-dən müsbət sonsuzluğa. 2-dən müsbət sonsuzluğa. Mənfiləri götürmə deyir axı. Böyükdür 0-dan deyir. Bəli. Müsbətləri götür deyir. Başa düşdünüzmü uşaqlar? Müəllim, bunları anladım, amma ki, yuxarıdakı ədəd oxuyun yuxarısında var ya yazılar. Hə. İşarələri deyirsən? Yo, mən bir dəqiqə. Lövhəyə toxunmayan zəhmət olmasa. Hansını? Mən bunu deyirəm. Aha, bunu ayrı-ayrıqda 0-a bərabər eləyirsən də. Mötərizələrin içinə ayrı-ayrıqda 0-a bərabər eləyirsən, x-ları tapırsan. O necə elədir müəllim? Bax, x kvadratı plus 6 deyilmi? Bax, mən bulum. Bəli. 2 minus x-dır. Bir də x plus 6-dır. Böyükdür Müəllim, nədir? başa düşdüm. 0-dır. Bunu mötərizənin içinə ayrı-ayrıqda nəyə bərabər eləyirəm? 0-a. Mötərizənin içinə ayrı-ayrıqda nəyə bərabər eləyirəm? 0-a. Mötərizənin içinə ayrı-ayrıqda nəyə bərabər eləyirəm? 0-a. X kvadratı nə olur? Mənfi 6 olurmu? Mənfi ola bilərmi? Bəli. Kvadrat mənfi Yox, ola olmaz bilərmi? deməyəcək. Mənfi Xeyr, x nəyə bərabər olur? Mənfi 2 olmurmu? Mənfi 2-yə. O da olur müəllim müsbət 2. Olur nə? Bəli. Müsbət 2. Müsbət 2. X da bərabərdir neçə olur? Mənfi 6. Mənfi 6. İşarələdim də Anladım, mənfi anladım. bu üzdə, Anladım. müsbət də bu Anladım. üzdə. İntervallara böldüm. O Anladım. zaman müəllim Müsbət, müsbət, mənfi, müsbət, mənfi. Aha. Müsbət, 2-nin yanında x üstü 0 var da. Prosta x üstü 0 1'dir da. 2'ni nəyə vurdum? 1'ə vurdum. Birinci gələnləri bir-birinə vurun, işarəni müəyyənləşdirin. Всё. Nömrə keçək neçəyə uşaqlar? 21-ə. Mənim şəklini qrupa atmısınız. Hə. X minus 4'ün kvadratı vur. X minus 8 və x minus 3'ün nəyidir uşaqlar? Kubu deyilmi? Kiçik bərabərdir nə verib? 0 verib. Uşaqlar, üstündə cüt varsa bu necə ədəddir? Təkrarlanın. Təkrarlanan. Üstündə cüt varsa bu necə ədəd olur uşaqlar? Təkrarlanan. Ayrı-ayrıqda 0-a bərabər eləyirəm. Ayrı-ayrıqda 0-a bərabər eləyirəm. Mötərizələrin içini ayrı-ayrıqda 0-a bərabər eləyirəm. X bərabərdir 4-ə, x bərabərdir 8-ə, x bərabərdir bu 3-ə. Oldu uşaqlar belə. Bəli. İndi 3, 4, bu da neçə oldu uşaqlar? 8 oldu. 8 mənim. İntervallara bölürəm. 4 necə ədəddir? Üstü cüt olduğuna görə təkrarlanan deyilmi? Təkrarlanan. T yazdıram. Təkrarlanan o deməkdir ki, T'dir. Yəni işarələri təkrarlanır deməkdir. Uşaqlar, x-ı x-a vururam, x-a vururam birinci gələnləri. Nə olur? Müsbət olurmu? Müsbətdir də işarələri. Elə uşaqlar. Müəllim lövhəyə toxunmasınlar müəllim. Lövhəyə toxunmayın. İşarələr nə olur uşaqlar? Müsbət olurmu? Sağ tərəfdən müsbət yazacağam. Mənfi yazacağam. Bu da təkrarlanır. Deməli, mənfi yazacağam. Təkrarlandığına görə mənfi yazacağam, müsbət yazacağam. Üstü cüt olanda təkrarlanır deməkdir. Və mənə kiçikdir, bərabərdir 0 deyir. Nələri götürəcəm? Kiçikləri götürəcəm. Kiçiklər hardan hara kimidir?
3, 4, birləşir 4, 8. Bu da necə aralıqdır? Belə bir aralıqdır. Çünki burada bərabərdir var axı. Ona görə nədir? Heyətdir. Burada yoxsa Buna deyirlər nə? Daxildir. Yəni heyətdir. Heyət nə deməkdir? Yəni daxildir deməkdir. Birləşmə olur heyətdə də. Uşaqlar. Bəs yaxşı, belə də verə bilər. 3-dən neçəyə kimi götürürəm? 3-dən neçəyə kimi götürürəm? Mənfilər hardan hara kimidir? Burada kiçikdir var. 3-dən nəyə doğru? 8-ə və birləşir nə? Təkrarlanan köküm nədir? 4. Uşaqlar, belə də verə bilər. Təkrarlanan köküm neçədir? 4-dür. Vəssalam. İndi keçəyin ikinciyə. X plus 9-un nəyidir? Kvadratıdır. Vurulsun x plus neçəyə? 9-a. Vurulsun x plus 2-nin nəyidir? Kubudur. Və kiçik bərabərdir. Neçə verib? 0 verib. 0 mənim. Bu necə kökdür uşaqlar? Bu necə kökdür? Təkrarlanan müəllim. Təkrarlanan kökdür. İndi bunu ayrı-ayrılıqda nəyə bərabər eləyirəm? 0-a. X plus 9 0 mənim. X Ya. plus 9 Bu da nə olur? Müsbət aşağıda nə Mənfi olur? dokuz. Mənfi olur. Mənfi. mənim. Bu nə oldu Burada uşaqlar? x bərabərdir 0. Orada x bərabərdir mənfi 9-a. Bu mənfidir, bu müsbət olacaq. Bu müsbətdir, bu mənfi olacaq. Bu da x plus 2 nəyə bərabərdir? 0-a. 0-a o da X nəyə bərabərdir. bərabərdir? Mənfiyə bərabərdir. Mənfi 2, Sonra intervalı qururuq. mənfi 9. Bu da nədir? 9-dur. 9. Ay sağ olun. İntervalımızı qururuq. İntervalı qururuq. İndi nə Ortada olur da uşaqlar? Müsbət Təkrarlanan. İndi x müsbət. Birinci vururuq x-ların qabağındakı əmsalları. Birinci gələnləri. Müsbət oldu mu? Müsbət. Uşaqlar, bu 9 nədir? 9 nədir? Təkrarlanandır. Onda müsbət olacaq da. İşarə təkrarlanır. Müsbət. Üstü cüt olanda təkrarlanan olmurmu? Bəli. Mənfi, Birinci müsbət. müsbət gəlir, ondan sonra mənfi gəlir, ondan sonra ondan sonra müsbət. Ay sağ Düz olun. demişəm də. İndi kiçik bərabərdir. Nə verir? 0 verir. Kiçik bərabərdir hardadır? Mənfi 9, mənfi 2. Birləşir. Bir də 9 nədir? Təkrarlanan kökdür. Yox. Burada da bərabərdə olduğuna görə mötərizə nə olacaq? Daxildə olacaq. Belə olacaq. Heyət olacaq. Bəli. Başa düşdünüz uşaqlar? Heyət olacaq. Bəli müəllim. Aha. İndi keçəyin üçüncüyə. X minus 5-in nəyidir? Kvadratıdır. Vurulsun x minus nəyə? 9-a. Vurulsun x minus 4-ün nəyinə? Kvadratına. Böyük bərabərdir nəyə? 0-a. 0'a. Uşaqlar, Müəllim, o x iki minus təkrarlanır, 5 iki təkrarlanır. nəyə bərabərdir? 0-a. Sıfıra. X bərabərdir 5-ə. Müsbət 5. Bu da üstü cüt olanda necə olur? Təkrarlanır. Təkrarlanır. X minus 9 nəyə bərabərdir? Müəllim 0'a. Sıfıra. Amma burada Bərabərdir 9-a. müəllim, amma burada 9-dur. 9 müsbət, o birisində də Aha. müsbətdir. X Bircə dəqiqə, sıfırdır, mən necə bərabər yazmışam? X sıkıntı ben 3'e kvadratı Aha. olduğuna göre Minus 4 tekrarlanan diye. bərabərdir Sıfır 0-a. sıfır. X da bərabərdir bərabərdir nəyə? Bərabərdir. 4-ə. Bu necə kökdür? Yox, müsbət olacaq. O Təkrarlanan. da tekrarlanan müəllim. Ay sağ olun uşaqlar. İndi səs eləməyin. O birisilər İnterval bura.
deməsin ki, maneçilik eləyir bizə. 5 bir də neçə Ben oldu? 9 interval. oldu. İntervallara bölürəm. 5 necədir? Təkrarlanan. 4 necədir? Təkrarlanan. Təkrarlanan. X-ı Bəli, X-a birinci X-a müsbət olacaq, sonra müsbət, mənfi, mənfi, müsbət. Oldu mu belə? müsbət, mən İndi müsbət. böyükdür, bərabərdir 0. Böyükdürsə müsbət sonsuzluq. Buradan bura kimi. 4 gəlir. Burada da bərabərdir Dörd. varsa heyət olur. Yəni daxildir. Birləşmə olur heyətdə də həmişə. Kəsişmə olmur. Uşaqlar, bir də Bəli. müsbət təkrarlanan kök hansıdır? Mənim linkim vaxtıdır. 5'dir. Bir də hansı köküm təkrarlanır? 5 köküm təkrarlanır. Vəssalam. Müəllim linkim vaxtıdır. Hə, yəni Bəli. deyirdi.